Hörmətli Həftəli Azərbaycan YouTube kanalı izləyiciləri, ölkədə iç düşmənləri neytrallaşdırılmasa, təhlükə hər zaman qalacaq. Bunun mənası var. Çünki həmin bu iç düşmənlər də həmişə xalqın əziyyət çəkdiyi səbəblərdən istifadə edərək fəallaşır, ətrafına çox sayda insan toplaya bilir. Bildiyiniz kimi son günlər ölkədə baş verən son prosesləri izləyərək belə nəticəyə gəldim ki, bu proseslərin baş verməsində hakimiyyət daxili qüvvələrin mühafizəkar qanatıdır. Sual oluna bilər, mühafizəkar qanat nə deməkdir? Mühafizəkar qanadı dədə-baba dili ilə desək, yaşlı oliqarx və məmurlardan ibarət olur və onlar ölkənin inkişafına ziyan vurmaqdan başqa heç bir iş görməyiblər. Belə ki, son 20 ildə Azərbaycan mühafizəkarlarının lideri sayılan Boz kardinal Ramiz Mehdiyev, Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan, dırnaqarası qara dəlik rolunu oynayıb. Ölkədə etimadlı siyasi münasibətlərin formalaşmasına, çoxpartiyalı sistemin inkişafına suni maneələr yaradıb. İndi sual oluna bilər ki, dırnaqarası qara dələk nədir? Yəni, bütün sistemi əlində saxlayan bir dəlik sistemin rolunda oynayıb. Buna bacarmayanda isə Ramiz Mehdiyev ölkənin siyasi sistemində inkişafına, yəni açığın deyim ki, bu siyasi sisteminin məhv olmasında və digərlərində bu bütün əlindən gələn işləri görüb, yəni ölkənin siyasi sisteminin inkişafına xidmət edən bütün addımların formal xarakter daşımasına səy göstərib. İslahatçı təşəbbüslərin və real addımların gözdən salınmasına, iflasa uğramasına çalışıb. Sistemdən kənar dırnaqarası əyləc funksiyasını yerinə yetirib. Yəni əyləc funksiyası nədir? Hakimiyyətə göstərmək istəyib ki, yəni rəhbərliyə, yəni dövlət başçısını götürmək istəyib ki, bəzi adamların əlindən mən varam, mən hakimiyyətdən gedə bilmərəm, mənsiz ölkəni idarə etmək olmaz. Amma bu işlər Boz kardinal ləqəbli Ramiz Mehdiyevlə bitmir. Belə ki, son illər ərzində ölkədə qiymətlərin səbəbsiz, yəni səbəbsiz deyərəm, yəni səbəbsiz yerə qaldırılması və alınan maaş və pensiyanın onlara, yəni vətəndaşlara yetməməsi, iş yerlərinin real olaraq çox az olması, insanların kənd təsərrüfatı ilə məşğul olmaq imkanının çox çətin olması, bu sahələrdə insanların probleminin olması, demək olar ki, hamının borc içində bir tər dolanması həmin iç düşmənlərin qol qanat verir. Yəni, bugün monopolist mühafizəkar qanadının üzvləri mövcuddur və onlar hələ də hakimiyyətdə öz mövqələrini tutmaqla ölkədə inflyasiya şəraitini yaradırlar. Acınacaqlısı budur ki, vaxtilə kənd təsərrüfatı ilə əhalinin böyük əksəriyyəti məşğul olsa da, çox maraqlıdır, məşğul olsa da öz ailəsini dolandırırdı. Lakin hakimiyyətdəki mühafizəkar təbəqənin siyasəti ucbatından kəndlərdən şəhərə köçənlərin sayı daima artır. Buna səbəb yaşayış səviyyəsinin aşağı olması və banklardan götürüləri yüksək faizli kreditlərlə bağlıdır. Mənim fikrimcə, açığın deyim ki, mənim fikrimcə islahatçı qanadı, yəni hakimiyyətin islahatçı qanadı, hakimiyyətin mühafizəkar qanadından ibrət dərsi götürməlidir və neft, qaz, digər təbii sərvətlərin xeyrini indiki bu çətin zamanədə xalqın rifahının yüksəldilməsinə, onların bu yüksək borc faizinin azaldılmasına yönəltməlidir. Çünki bu xalq doğmadır və vətən də onlarındır. Onlar vətəni qoruyaraq bu cəhətdən 44 günlük vətən müharibəsində xalq sosial şəbəkədə böyük streslərlə üzləşərək faşist, nasist ermənilərə və onların havadarları ilə vuruşmuşdur. 3000-dən çox şəhid vermişdir. Minlərlə qazimiz var. Bunlar bizim vətənimizdir, bunlar bizim qeyrətimizdir, bunlar bizim namusumuzdur. Haqqımızı və düşmənin əslində kim olduğunu bütün dünyaya göstərdik.
Ancaq milyardları xalqdan əsirgəyib, oğurlayan, hesablara yönəltməklə xalqın maaşını, pensiyasını yönətsək yaxşı olardı. Mən belə fikirləşirəm. Çünki bilirsiniz nədir? Bu millət həmişə öz fikrini, öz sözünü deyib, amma bu millətin vaxtı var ki, sözünü də deyir, hər şeyi də deyir. Amma vardığım müşahidələr onu göstərir ki, maaş və pensiyaların bəzi cinayətkarlar, hakimiyyətdəki bəzi cinayətkarlar tərəfindən güya çox sayda və yüksək tutumlar sayəsində mənimsənilməsi də imkan yaradılır. İnsanlar maaş artımını heç də onların gəlinə tam təsir etməməsinə şikayət edir. Həm maaşdan öncə qiymət artımı və maaşdan hesablanan çox zərərli hesablamaların mövcudluğu səbəbindəndir. Çünki bəziləri demək hər il büdcə layihəsi müzakirə olunan sonra maaş artımı olur, pensiya artımı olur. Amma bu artımlar heç də xalqa kömək etmir. Çünki bəzi iş adamları, bəzi cinayətkarlar, bəzi baba mühafizəkar qanadın monopoliyasında olan şirkətlər öz bildiyi qiymətləri, ərzaq məhsullarının qiymətini qaldırır və xalqı hakimiyyətlə üz-üzə qoyur. Mən istəməzdim ki, mən hakimiyyəti tənqid edən bir jurnalist kimi deyərəm ki, bugün biz gördüyümüzü görürük. Bugün ölkədə nə vəziyyət yaranıb görürük. Bizim dövlətçiliyimiz var. Biz 1988-ci ildə bu dövlətə görə mübarizə aparmışıq. Biz üç rəhli bayrağa görə mübarizə aparmışıq. Bugün kimlərsə, bugün o mühafizəkar qanadda təmsil olunan, Azərbaycanın müstəqillik aktına qol çəkməyənlər bugün bizim vətənimizin düşməni sayılır. Mən açığı deyim ki, söz deyə bilmirəm, xalq artıq hakimiyyətdəki aidiyyəti qurumlara inanmır. Səbəbi deyə bilərəm ki, nəyə görə inanmır? Şikayət edirlər, ərizə verirlər, qəbullarda olurlar, heç bir reaksiya verilmir. Bunun axırı nə olacaq? Vətəndaşlar nə edə biləcəklər? Buna kömək lazımdır. Bunu da yaradanlar prezidentin bəzi ətrafında olan qüvvələri var ki, o mühafizəkar qanadı deyirəm. Silahlı qanadların içində də var. Mən deyim ki, silahlı qanadın içində də var ki, bəzi məmurlar ki, onlar da öz bildiyini edirlər. Bunun axırın qarşısını almaq lazımdır. Dövlət monopolist dövlət deyil ki, kimisə məhv eləsin, kimisə yaxşılıq eləsin. Mən çıxışımın sonunda bir müsavatçı kimi, çıxışımın sonunda bir söz deyərəm. Xalqın qədrini bilin ey məmurlar. Müsavat başqanı isə Qəmbər demişkən, xalqın səbri ilə müəyyən həddə qədər oynaya bilərsiniz. Əssalam. Mən Aqil Mahmudov, Həftəlik Azərbaycan üçün.